Qurban Qurbanovun Qarabağla bağlı qərarı bəlli olub. UEFA-dan Turan Tovuzla bağlı qadağa. Son günlər adı Rusiya, Türkiyə və Avropa klubları ilə çəkilən Qurban Qurbanov yenidən Qarabağla müqavilə imzalayıb. Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayan Qurban Qurbanov 2029-cu ilin yayına qədər kluba rəhbərlik eləyəcək. Turan Tovuz Konferans Liqasına vəsiqə qazansa da, onun əvəzinə Zirə klubu gedəcək. Buna səbəb isə Turan Tovuzun 1-ci divizyonda oyun alqı-satıcısı ilə bağlı UEFA-nın radarına düşməsi olub. 2019-cu ildə UEFA bununla bağlı AFFA-ya müraciət edib. Həmin müraciətə əsasən klubun 7 oyunçusu futboldan uzaqlaşdırılıb. Elə bunun nəticəsi olaraq UEFA Turan Tovuza qadağa qoyub. Hazırda Tovuz təmsilçisinin rəhbərliyi bununla bağlı müxtəlif instansiyalara müraciət edib. Lakin qadağa hələ də qüvvədədir. Turan Tovuz Konferans Liqasına getməsə, onun əvəzinə Zirə klubu Avrokuboklarda iştirak eləyəcək. Neftçi isə avtomatik olaraq turnirə ikinci təsnifat mərhələsindən başlayacaq. Fikirlərinizi bildirməyi və səhifəni bəyənməyi unutmayın.